Sumqayıtda kanalizasiya problemi. 52-ci məhəllədə çirkli sular həyətə dolub. Sumqayıt şəhəri, 52-ci məhəllə, Rast küçəsi, Daş bazarının yaxınlığında yaşayan sakinlər artıq 3 gündür ciddi kanalizasiya problemi ilə üz-üzə qalıblar. Sakinlərin Sumqayıt TV-yə göndərdiyi görüntülərdə ümumi kanalizasiya xəttinin dolması nəticəsində çirkli suların həyətə axdığı və ərazinin tamamilə çirkab sularla dolduğu əks olunur. Vəziyyətin getdikcə daha da ağırlaşdığı, hətta suların yaşayış evlərinə doğru yönəldiyi bildirilir. Sakinlərin sözlərinə görə məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hətta görüntülər də təqdim olunub. Lakin şikayətlərə baxmayaraq 3 gündür əraziyə baxış keçirilməyib. İsti yay günlərində yaranan bu vəziyyətin həm sanitariya, həm də sağlamlıq baxımından ciddi risk yaratdığı vurğulanır. Xüsusilə infeksion xəstəliklərin yayılma təhlükəsi sakinləri narahat edir. Sakinlər məsələni operativ şəkildə həll etmək üçün aidiyyəti qurumlardan təcili müdaxilə tələb edirlər. Sumqayıt TV olaraq mövzunu izləyirik.